STEM sistemi, yəni sağlamlıq, əmək təhlükəsizliyi və ətraf mühitin mühafizəsi müəssisələrdə işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması və ətraf mühitə təsirlərinin minimuma endirilməsi məqsədi daşıyan müasir idarə etmə yanaşmasıdır. Bu sistem əmək mühitində risklərin idarə olunmasına və təhlükəsizliyin davamlı şəkildə təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası tərəfindən 2023-cü ildə təsdiq edilən Beynəlxalq Əmək Təşkilatının Əmək Təhlükəsizliyi və Gigiyenası haqqında 155 nömrəli konvensiyası əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində ardıcıl və sistemli siyasət formalaşdırılmasını nəzərdə tutur. Konvensiyaya əsasən iş yerlərində təhlükəsizliyin təmin edilməsi, risklərin qiymətləndirilməsi və işçilərin sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilirdir. Konvensiyanın əsas tələbləri iş yerlərində təhlükəsizlik və sağlamlıq siyasətinin hazırlanması, istehsalat risklərinin qiymətləndirilməsi, təhlükəli və zərərli amillərin aradan qaldırılması, işçilərin mütəmadi təlim və maarifləndirilməsi, eləcə də əmək mühafizəsi üzrə milli sistemin qurulmasıdır. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq əmək mühafizəsi ilə bağlı məsələlər daima fəaliyyətimizin əsas prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayırıq. Bu yöndə mütəmadi olaraq ilk təşkilatlarımızda əmək mühafizəsindən məsul şəxslərlə əlaqə saxlayır və görüşlərimizi davam etdiririk.